Növbəti yanaşma özünün və ailənin qayğısına qal. Hər cəhətdən, maddi, mənəvi. Özünün qayğısına qal deyiləndə, yəni ilk ən əsas sağlamlıq gəlir. Sağlamlığın da əsası fiziki aktivlik, yuxuya diqqət eləmək, qidalanma, lif qəbul eləmək, zolaq qəbul eləmək. İnsan bilməlidir hansı vitamin onda çatışmır. Amma öz təcrübəmdən deyim, vitamin D-dir, sink, omega 3-dür. Bunlar immun sisteminə yaxşı təsir edir. Özünün qayğısına qal, mental olaraq neqativ fikirlər qoyma. Sənin düşüncələri ələ alsın. İnsanlar var ki, nəyisə nail olmağa inanmır. Onlardan da özünü qoru. Toksik insanlardan. Ailənin qayğısına qal. Ola bilər, müəyyən anlaşılmazlıq olsun, müəyyən fikir ayrılıqları yarana bilər. Bu da təbiidir, amma dəyərlərimiz birdir. Sənin uğuruna səmimi sevinən ailəndir. Və onlarla olan vaxtın dəyərini bil, qədrini bil. Gözəl bir işlər gör onlar üçün, sevindir onları.